Deməli, keçən səfər API-lərin tipləri ilə də tanış olmuşduq. Demişdik ki, yerinə yetirəcəyimiz əməliyyatların tipini bilmək ə, bizə müxtəlif faydalar gətirir də. Yəni, bunlardan nə saya bilərik, nələri vurğulaya bilərik. Hansı ki, biz əvvəlcədən müəyyən edirik ki, bu tip olan HTTP sorğusunda və yaxud API-mizdə deyək, API-mizin tipindən nələr baş verəcəyini əvvəlcədən təxmin edə bilirik. Həmçinin də məsəl üçün də rəngləndirmə etibarı ilə ADC API-lərimizə daha rahat şəkildə baxmaq üçün bizə Swagger-in verdiyi user interface-dən də rahat şəkildə rənglərlə də görə bilirik ki, bu hansı tip əməliyyatı yerinə yetirəcək. Məlumatın əlavə olunması, əldə olunması, silinməsi, dəyişdirilməsi və yaxud yenisinin əlavə edilməsi kimi əməliyyatlar nümunə göstərmək olar. Qısa olaraq da üzərindən keçdikcə bunları müxtəlif formada, daha doğrusu belə deyək də, bunları işarə eləmək üçün də, həmin o dediyimiz kimi get sorğusu, postu, delete o sorğularını işarə eləmək üçün də bizim üçün olan belə bir atributlarımız var. Funksiyalarımızın üstündə elan edirik bu şəkildə. Digər atribut necə idisə, hamısının belə deyim də struktur etibarından eynidir. Sadəcə adlarında fərqliliyi var. Fərqlilik də ki, həmin o tipi göstərmək üçün olan fərqlilikdir. Buradan zaten adından da aydın olur ki, HTTP sorğusu üçün delete tipinin təyinidir bu. Yəni nə isə biz silməyə çalışacağıq. Onu da belə deyim də manual şəkildə simulyasiya eləməyə çalışmışıq. Təbii ki, bu özümüzün simulyasiyasıdır. İndi real example-larda bu tipli yox, bunu daha normal şəkildə göstərəcək. Nə deyəcəkdim bir də və hə, API-lərimizin də dediyimiz kimi də indi hər səfərində bunu özüm təkrarlayıram ki, belə deyim, yavaş-yavaş oturacaq da burada çünki bir neçə dənə anlayışımız var deyənə biraz API-lərin işlənməsi falan. Yəni Ona görə nəzəriyyəsi biraz çoxdur. hə, nəzəriyyəsi ona görə biraz bir konsoldan biz şeyə keçid elədik axı. Fərqli bir situasiyada API-lərimizin yazılmasına. Yəni Hə, ona görə hər səfərində müəyyən üstündən keçirəm parçalarını ki, tam bizdə otursun da, sorğu necə gedir, necə icra olunur, necə gedir. Məsələn, normalda sadə halda belə deyək, real həyatda belə məşhur example-lardan, nümunələrdən biri də budur ki, məsələn, tutaq ki, gəlmisən restorana, bir də indi masa çəkməyə çalışaq. Onun üstündə nə bilim, indi fərz eləyək, ortada bir dənə güldan var, nəsə var. İki nəfər tutaq ki, oturub da indi yemək sifariş eləyirəm, nə eləyir. Burada şəxslər özləri düzdür, oturur burada. İndi adam çəkməyə çalışdım, amma belə adamdan başqa hər şey oxşar. Hə, okey. Fərz eləyək ki, şəxslər gəliblər restorana. Bizim sonra bir dənə də nəyimiz var? Mətbəximiz var. Mətbəximiz də burada indi fərz eləyək belə, nə bilim, belə bir dənə formadadır. Orada nəsə var, qaz var falan. Bu da bunun belə deyək pəncərəsi. İndi bax, məsəl üçün, restorana gələndə adətən necə olunur? Şəxslər sifariş eləmək üçün ofisiant bunlara yaxınlaşır. Və əlində dəftərlə və yaxud planşetlə nə-nəsə not götürür bunlardan sifarişi və onların sifarişi əsasında sonra gedəcək mətbəxə və oradan sifariş hazır olandan sonra oradan yeməkləri gətirəcək, bu masaya əlavə eləyəcək. İndi bax, bu situasiyaya fikir ver. Bunlar adlanır bizim müştərilərimiz və yaxud klientlarımız. Ortada bizim istədiyimiz məlumatları və yaxud yeməkləri adlandıra bilərik. Məlumatların olduğu yer kimi adlandıra bilərik. Onu D ilə işarə eləyək. Verilənlər bazası və yaxud database və yaxud elə VB-də yaza bilərik. Fərq eləməz. Bunu da belə eləyək. Client və yaxud M-də müştəri. Bax, bizim həmin məlumatlar məlumat mərkəzindən və yaxud yeməyimizin olduğu yerdən olan yeməyimizi gətirmək üçün arada bir dənə vasitə var. Həmin bu vasitəyə fikir verirsən, bu işləri hamısını bu yerinə yetirir. Bizim də elə deyirik ki, bizə, məsəl üçün, yemək lazımdır filan yemək, bu gedir bura, xunaya müraciət eləyir, lazım olan şeyləri götürür, gəlir bura. Eyni qayda ilə, bax, bu elə bil mexanizmini köçürdürür bizim elə bil web layihəyə. Bizim nəyimiz var idi? Sadə halda demişdik, bizim front tərəfimiz var, bizim sonra backend tərəfimiz var və demişdik ki, backend tərəfin ayrıca bir dənə də hissəsi var, məlumatların saxlanıldığı yer. Məlumatların saxlanıldığı yer. Bax, indi bu nümunə və bu göstərdiyimiz nümunə arasında müqayisə əməliyyatı aparsaq,
belə şey tərəfini demirəm də, məsələn, kod tərəfi və yaxud background-unu demirəm. Ümumi bizə bağışladığı təsirə baxsaq, görərik ki, proseslərin oxşarlığı daha doğrusu görərik ki, iki situasiya arasında oxşarlıq var. Nədir oxşarlıq? Burada biz yemək üçün gəlmişik. Müəyyən bir məlumat almaq istəyirik və yaxud yeməklərlə bağlı sifarişimizi almaq istəyirik. Afisiyanta müraciət edirik. Afisiyant gedir, gəlir kuxnyaya müraciət edir. Oradan məlumatları, yeməkləri alır, gətirir, masamıza əlavə edir. Və biz burada, daha doğrusu müştəri qismində də birbaşa gedib getmədik, mətbəxə yaxınlaşmadıq ki, bizə yeməklər hazırla ver, aparım götürüm yeyim. Eyni qayda və buradadır. Front həmin bizim müştərilərimizin olduğu yerdir, bu da bizim mətbəximizdir. Bu buna birbaşa heç zaman müraciət eləyə bilmir. Müraciət etmək üçün və yaxud datalar müraciət etmək üçün, məsələn, deyir ki, kitabların siyahısını gətir, düzdür? Kitabların siyahısı. Həmin bu API deyir ki, mənə kitabların siyahısı lazımdır. Tamam, API-də yəni backend kodumuzda gedir verilənlər və yaxud məlumat mərkəzinə qoşulur. Gedir orada yerləşən kitablarla bağlı informasiyanı toplayır, yığır, gətirir, təqdim edir fronta. Front da onu neyinir? Qarşısında bir dənə belə bir dənə tab açılır. Kitabların məsələn adıdır, nömrəsidir, nə bilim tarixidir falan əks olunur. Həmin məlumatları görə bilir. Bax indi iki nümunə arasında oxşarlığı nə sezə bildin? Bəli. Nəsə bax məsələn qaranlıq qalan situasiya olmadı ki, iki nümunə arasında. Xeyr, mənim. Hə, elə bir bax birinci elə bir məntiq etibarından anlasan, sonra ki belə nə deyirlər bunun işin background tərəfinə keçirik də necə bunu bəs necə eləyəcəyik? Bizim elə bil belə deyək də, məsəl üçün adi layihə hazırlayanda və yaxud nəsə proqram hazırlayanda belə eləyə bilərik. Bunu iki dənə hissəyə bölürük. Birinci bunun biznes məntiqi olur. Sonra isə layihənin hazırlanması üçün kod məntiqimizi və yaxud kodlarımızı yazırıq. Kodlarımızı yazmaq üçün də birinci ən yaxşı olan ki, biznes prosesini anlayaq. Yəni buradakı proses nə edəcək, nə gedəcək, nələr gətirəcək və s. və ilə. Eyni bax buradadır. Məsəl üçün bax biz API-mizi yazırıq, tamam. API-mizin real world nümunəsi, realdakı nümunəsi nədir? Yəni nətər baş verir, necə baş verir? Nümunəsi də bax bu şəkildə eləyə bilərik. Bunu indi fərqli bir yerə də eləyə bilərdik. Məsəl üçün, tutaq ki, banka getmisən, kassadan deyirsən ki, mənim pulumu gətir. Sən birbaş kassaya gedirsən ki, bankda. Yox. Operatora yaxınlaşırsan, deyirsən ki, mənim hesabdan filan qədər pul lazımdır, pul çəkmək istəyirəm və yaxud da ki, nə bilim, kredit götürmək istəyirəm. Hər iki situasiyada da bank əməkdaşına müraciət edirsən. O gedir kassadan, indi hər hardansa da kassadan pulların olduğu yerdəydi. Ora maraqlı deyil bizə. Məsələn, pul bazası. Gedir pul bazasından sənə lazım olan məbləği hazırlayır, gətir, sənə təqdim edir. Həmin bax buradakı situasiyanın üçdə şey olaraq indi işləmə prinsipi, ardıcıllığı və yaxud bu üç prosesdə belə deyək də modelləşdirilməsi bu şəkildədir. Hə, təbii ki, arxada gedən indi proseslər fərqlidir. Birində bank işçisi olur, birində nə bilim, nə deyirik buna, qarson, afisiyant və yaxud afisiyant, qarsiyan, nə bilim, buradakına mətbəx deyirik, buradakına bank deyirik. Burada da verilənlərin mərkəzi adlanır. Hər şey eynidir, sadəcə simulyasiyası, daha doğrusu belə deyim də, detallı şəkildə təsviri təbii ki də fərqli ola bilər. Bu amma iş biznesini və yaxud baxışımızı, nə bilim, belə deyək də, görüntümüzü dəyişmir. Sadəcə bax, məsələn, bu biri nümunəyə keçək. Buradakında nə lazımdır? Mətbəxi hazırlamaq lazımdır, düzdür? Mətbəx üçün nə lazımdır? Tikinti tikmək, nə bilim, içini boyamaq falan, və bəsməşənləmək. Kassanın hazırlanması. Nə bilim, kassanın tutaq ki, nədən hazırlayırlar? İndi paslanmayan və yaxud davamlı olan metaldan nədənsə də hazırlar. Onun hazırlanması fərqli olur. Operatorların belə deyim də lazım olacaq avadanlıqları fərqli olur. Buradakı afisiyantın avadanlığı biraz fərqli olur. Görsən bax bunların arasında belə fərqlər var. Eyni situasiya burada keçəndə. Bizim dediyik məlumat mərkəzimizin qurulması lazımdır. Bunu fərqli texnologiya ilə qururuq. Sonra aradakı bizim həmin afisiyanta və yaxud bank işçisinə nümunəmiz olan backendimiz, API-larımızda belə deyək. Bunu fərqli texnologiya ilə yazırıq. Frontumuz da burada yenə fərqli texnologiya. Burada da bunların prosta frontunda indi oxşarlıq var. Burada da müştəridir. Burada da müştəridir. Okey, simulyasiya olaraq bax bizim prosesimiz bax belə gedəcək. Yəni API yazacağımız situasiya belədir. Frontumuz üçün və yaxud belə də veb saytımız ola bilər. Frontumuz da indi belə dediyim kimi əvvəlki nümunələrdə demişik də, fərqli front ola bilər. Bizim üçün elə də ekstra bir problem deyil.
İstəyir bu mobil application olsun, istəyər mobildən girdiyimiz bir veb-sayt olsun, istəyər desktopdakı belə deyim də, desktop application ola bilər, desktopdan girdiyimiz veb-sayt ola bilər. Desktopdan ziyadə dediyimiz kompüterімizdir da belə. Planşet olsun, nə olsun, fərqi yoxdur. Bizim API xidmətimiz hər biri üçün açıq şəkildə işləyir. Yəni bu belə deyim də, bu texnologiya artıq var, məlumatların mübadiləsi həyata keçirilə bilir. Okey. İndi məsəl üçün işin iç tərəfinə gedəndə deyirdik necə? Məsəl üçün bizim frontumuzdan backendimizə gedən sorğu olmalıdır da. Bunu məsəl üçün iki insan kimi də təsəvvür eləyə bilərik. Məsələn bax, bir sorry, rəngi dəyişməyə xarakterini bura keçsin. Fərz eləyək ki, bax, bu bir insandır. Bu da ikinci bir şəxsdir. Bunun ki, əl qoluna biraz fərqli rəng qataq ki, fərqli insan olduğunu vurğulayaq. Okey. Bunlar arasında bir-birinə müraciət eləyəndə müraciət edir, nələr istifadə edirlər? Bir neçə dənə versiya ola bilər. İşarə dilindən istifadə edə bilərlər, jestlərlə. Sonra, məsəl üçün, danışıq vasitəsilə bir-birlərinə məlumat ötürə bilərlər. Və yaxud başqa nə qalır? Jest, işarə və yaxud nə bilim, gözləri ilə, hissləri ilə də nəsə bir şəkildə arasında informasiya mübadiləsi gedə bilir. Eyni ilə front-end texnologiyası və back-end texnologiyası da arasında informasiya mübadiləsi getməsi lazımdır. Bunun üçün getməsindən də keçən dərsimizdə vurğuladıq ki, HTTP deyə bir elə bir şey gətiriblər də. Dil deyək. Məsəl üçün, insanlar arasındakı dil deyildi. Biz ona məsəl üçün dil demişik ki, kommunikasiya, məlumat mübadiləsi həyata keçirə bilsin. Həmin o qaydalar toplusuna da HTTP deyə ad verilib. HTTP indi sadəcə bunların baş hərfləridir. Açılışı belədir. Hypertext Transfer Protocol. Yəni hipermətnlərin transferinin protokoludur. Yəni belə bir qaydalar çərçivəsində getməlidir də. Niyə görə qaydalar çərçivəsində getməlidir? Çünki belə deyim, əgər qaydalar olmasa, bunlar arasında gedən prosesi bir belə də sistemləşdirmək və yaxud bir texnologiya ilə yazmaq mümkünsüz olacaq. Çünki bir qayda yoxdur ortada. Nəyi yazasan, necə yazasan? Necə ki, bax, insanlar arasında qaydalar nədir? Məsələn, əşyalara adlandırırıq. Məsələn, ağaca, atıram da, ağac deyirik. Məsələn, meyvə ağacı görürük, fərz eləyək, nə alma deyirik ona, nə heyva deyirik falan. Bax, bunlar bir qaydalar toplusudur da. Dilimizin, məsələn, orfoqrafiyası, orfoepiyası, necə yazılanması, səslənməsi. Bunlar bir qaydalar toplusu deyil. Ekvivalent olaraq bu texnologiya arasında bu yenə tətbiq olunur. Bir protokol olmalıdır. Yəni, bax, qaydalar belə olmalıdır. Bunlar olsun. Bunu verəndə kommunikasiya olsun. Bax, necə ki, bax, indi gəl bura simulyasiya eləyək. Bizim API-lərimiz var. URL-lərimizi düzəldirik. Deyirik ki, bax, base hissə var. Hansı ki, keçən dərs səfər yadınız. Localhost nöqtə dedik ki, nə bilim, 59 portu. Və yaxud dedik, bunun daha alternativ yaxşı versiyası var. Domenimizin tam halında yerləşdirilməsi və yaxud mövcudluğu. Sonra nə edirik? Deyirik ki, resurslarımıza bax, bu şəkildə slashlərlə çatacağıq. Bu hissədə qayda olaraq dedik ki, mütləq deyil. Onu fərqli hissələrdə yaza bilərik. Amma API olduğunu və yaxud backendimizin sırf API üçün xidmət elədiyini bildirmək üçün sadəcə API sözünü bura əlavə edirik. İstəyərik indi bura əlavə edə bilərik. Ola bilər və bunun fərqli forması. Belə ola bilər. Məsəl üçün API sözün əvvəlində olar API. Nöqtə, məsəl üçün nə var idi? Belə bir şeydir. Facebook, atıram, bunun qısa versiyası. .com. Tamam. Sonra slash qoyaram. Sonra yazaram, məsəl üçün, kitabların listini gətirmək istəyirəmsə, bu formada. Bu formada, məsələn, buradan da yazaram ki, get all. Və yaxud bunun əvəzinə yazaram list. Və bu elə bir qaydalar toplusu. Deyir ki, belə bir qayda düzəldəcəyik. Həmin buradakı hissəyə görə müəyyən eləyəcəyik ki, bu bizim belə deyim, API layihəmizdir. Yəni, dediyim kimi, bunu yazmağa məcbur deyil. Yəni qaydalar normalda belə deyim də əməl eləmək üçün varlar, amma qaydadan kənara çıxmamalısan deyə və yaxud çıxa bilməzsən deyə bir situasiya yoxdur da. Çıxa bilərsən, o problem deyil. Amma qaydaları gözləmən sənin üçün yaxşıdır. Nə baxımdan yaxşıdır? Çünki bax,
Fərz elə indi layihədə işləyirik. Layihədə sən tək işləmirsən, komanda halında işləyirsən. Ola bilər şirkətin layihəsi işlədin, müəyyən müddət sonra tərk edəcəksən, başqa bir layihəyə keçəcəksən. Bax bu keçidlərdə həmin bu yazılan layihələr, yazılan kodlar müəyyən bir kod standartı ilə yazılır ki, sənin dəyişimin rahat olsun. Sən sabah getdin X şirkətinə, Y şirkətindəki də gəldi sabah sənin şirkətinə, rahat şəkildə bir-birinizi narahat eləmədən işləyəsiniz. Bu nə deməkdir? Yəni sabah bu şirkətdən, bu layihədən çıxdın, başqa bir layihəyə getdinsə, dəqiqə başı zəng eləyib deməsinlər ki, ay filan kəs, burada bu məntiqi niyə yazmısan? Niyə bunu bu cürdə yazmısan? Niyə bu cür yazmısan? Niyə bu cür davranmısan? Niyə bu qədər gör bax. Sənin də birazdan sonra şey eləyəsən də, nə qədər bezəcəksən axı bir müddət sonra. Nə qədər zəng olar, nə qədər bir şey olur. Ona görə bax qaydalar toplusu var. Həm sən rahat şəkildə gedib başqa şirkətdə işləyəsən, həmçinin də şirkət də öz layihəsini davam elətdirmək üçün səndən tam asılı olmaz, başqa birini rahat şəkildə işə qəbul eləyə bilər. Həmin yazılan kodda eyni məntiqləndir. Sadəcə ortada məsəl üçün də 1-2 yanaşma var. Fərz elə indi çox ola bilər o ayrı. Məsələn 5 dənə yanaşma var. Hər kəs bu 5 dənə yanaşmadan məlumatlı olanda artıq buradakı yazılan kodu, layihəni rahat şəkildə davam eləyəcək. Yəni qaydaların olması bax buna görə önəmlidir. Qaydasız da yaza bilərsən, dediyim kimi təbii ki işləyə bilər, amma bir müddət sonra nəyin ki belə deyim də başqa birisi, hətta sənin də yadından çıxır. Yəni insan yaddaşı bu qədər şey deyil də, nədir, uzun müddətli hər şey saxlayacaq qədər bir güclü bir sistem deyil. Yəni texnologiyanın yaddaşı ayrı, amma insan yaddaşı o qədər deyil. Müəyyən müddətdən sonra oxuduqlarımızın, öyrəndiklərimizin 70-80% itib gedir. Həmçinin də bu işimizə də aiddir. Yəni qaydalar toplusunun olması ona görə önəmlidir. Okey, bax burada da dediyimiz kimi arada frontend və backend texnologiya bir-biri ilə kommunikasiyanı bir qaydalara otuzdurmaq üçün HTTP protokoldan istifadə edilir. Bu Bu protokolun protokolun sonuna S artırılan variantı da var da elə. bəli, bəli. Hə, onda gələcəm indi istə. Bir də deyəsən FTP protokolu da var idi elə, Aha, ümumiyyətcə protokol. FTP-də var, faylların Bu da transfer eyni protokolu funksiyadır, var. hə? Necə? Hə, yox, fayllardır, hə bu? Hə, faylların transferinin protokoludur. Hə, Hə, burada da yəni bilmirsən. əsasında aşağı-yuxarı eynidir. Yəni bax məsələn adına fikir ver. FTP faylların transferinin protokolu. Bax bu sözü belə oxuyanda səndə bir şeylər canlanır. Nə ola bilər? Fayl şeydir də bildiyimiz normalda Bəli, fayl. sənədlərdir. Sonra sənədlərin belə deyək də elektronlaşdırılmış versiyası notebook'umuzda, telefonumuzda yer alan. Nə bilim PDF ola bilər, Word ola bilər və sairə və ilə şəkillərin özü ola bilər, video ola bilər. Bunlar hamısı fayl. Faylların transfer protokolu nə olacaq? Faylların bir yerdən başqa yerə göndərməsi üçün protokollar. Necə ki, bax burada da mətnlərin göndərilməsi üçün protokol var idi. Sonra buradakı əlavəni indi deyəcəm. Bu da yeni protokolun bir parçasıdır. Yəni hər şey üçün protokol, yəni qaydalar toplusudur da, yəni belə deyək. Bizim dildə də çevriləndə. Okey. Hipermətnlərdə dediyimiz kimi də biz məlumat göndərmək istəyirik ki, front-end texnologiyası, back-end texnologiyası məlumat göndərmək istəyir ki, mənə filan məlumatlar lazımdır, siyah lazımdır və yaxud mən sənə məlumatı əlavə eləyirəm və s. Bax, bunların hər biri, hansı ki biz qeyd elədik ya burada, məlumatları əldə etmək üçün, bu da məlumat əldə etmək üçündür, sonra məlumatları silmək üçün. Bax, bunlar hər biri HTTP protokolunun bir parçasıdır. Ona görə həmin bizim domain məntiqimiz, sonra resurslarımızı siləşinə ayırmağımız bax, bu qayda ilə gedir. Hə, məsəl üçün bax belə eləyə bilərdik. API silə bilərdik. Mən bir dənə domain yerinə hətta IP-ni istifadə eləyərdim. Sonra portumu yazardım. Ən belə deyim bəs qaldı. Sonra siləş qoyardım. Ondan sonra məsəl üçün burayla ilə davam eləyə bilərdim. Yəni sadəcə bir dənə resurs. Məsəl üçün get filan şeyləri gətir, nə bilim kitab list və yaxud Əli, Məmməd, Qulu burada hər şeyi yaza bilərik. Amma sən bunu bayaq dediyim məsələyə yenə təkrardan qayıdırıq. Sən çıxdın, getdin Əlinin, Məmmədin, Vəlinin burada nə olduğun sən müəyyən qədər yadındaydı, bilirdin, tamam. Sən də keçdin, getdin. Başqası onu gəlib baş ardı eləyə bilməyəcək. Yəni ona görə bu protokollar, qaydaları izlənməkdə bizə fayda var. Hə, okey. İndi qayıdaq məsəl üçün sən vurğuladığın bu S-ə. S nədir? Əslində S elə bil HTTP protokolu yoxdur. Onun bir üst levelidir. S həmin security sözünün baş hərfidir. Bu nə deməkdir? Gəl bax belə eləyək. Buranı biraz təmizləyək. Bayaq dedik ki, frontenddən bizim backendimizə sorğu göndərilir. Bunu normal şəkildə belə deyim də backgroundda nə baş verir? Şəbəkədə məlumatların göndərilməsidir. Digər tərəfdən nədir? Elektromaqnet dalğalarının göndərməsi. Çünki bizim belə deyim də bu həmin uzaq məsafədə olan
sistemlərimiz və yaxud uzaq məsafədə olan iki məntəqə arası deyək, məntəqənin laf və yaxud nöqtə deyək, nə deyəksə, məlumat mübadiləsinin həyata keçirilməsi arxasındakı proses şeydir, elektromaqnit dalğalardır, yəni aşağı yuxarı başqa bir şey deyil. Sadəcə o elektromaqnit dalğaları, sadəcə deməkdir. Bu elektromaqnit dalğaları düzdür, bura ilə hərəkət edir də, düzdür. Və bizim belə deyim, gözlə görəcəyimiz bir şey deyil, lakin həmin bu dalğaları başqa bir dalğalarla məsəl üçün də qarşılıqlı əlaqədə ola bilər. O dalğalar həmin dalğalardan keçən dalğaları tutub oradan məlumat oxuya bilər və sairə və ilə axır bu kimi prosesləri görə bilər. Həmçinin maneə də ola bilər. Məsələn, bu elektromaqnit dalğalarının nə deyim, gedişinə və yaxud sürətinə də, məsəl üçün, adicə məlumatların ələ keçirilməsi elə prosedur və bu qayda ilə gedir. Çünki o da elektromaqnit dalğasıdır. Bu da həmin eyni frekansda və yaxud tezlikdə belə deyək də məlumat mənbəyi yarayır və digər təbii ki, əlavə işlər görür. Ondan sonra buradan elə bil axan məlumatı tuta bilir. Başa düşür ki, bu iki belə deyim, məntəqə arasında gedən məlumat lazım idi da. Həmin o dalğaları əldə eləməklə oradakı məlumatları deşifrə eləyib oxuya bilər. Yəni cari anda baxa bilir ki, məsəl üçün bu iki məntəqə arasında. Və yaxud bu telefondan telefon ola bilər, və yaxud telefondan sayt ola bilər, və yaxud telefondan server ola bilər və s. Gedən məlumatlar ələ keçirə bilər. Bu üçün nə ediblər? Deyiblər ki, gəlin məlumatları elə eləyək ki, yolda tutaq ki, bunu kimsə ələ keçirsə də məlumatları açıb oxuya bilməsin. Bunda ağıllarına nə gəlib? Gedən məlumatları şifrələmək. Həmin S hərfinin də olması ondan ibarətdir ki, yəni əgər HTTPS protokoludursa artıq bu iki cihaz arasında, bu artıq o deməkdir ki, həmin o HTTP-də göndərdiyimiz qayda qanunlar hamısı yerində saxlanılır. Sadəcə bu məntəqədən bu məntəqəyə məlumat gedərsə şifrələnəcək. Birinci şifrə burada şifrələnir, məlumat bu şifrədə şifrələnmiş olur. Bu o deməkdir ki, artıq məlumat bu kanal vasitəsilə gedəndə şifrələnmiş olacaq. Yəni kimsə bunu ələ də keçirsə, həmin belə şifrələmək üçün bir key istifadə olunur. Bu keyi bilmədiyinə görə bilməyəcək ki, bunu mən necə dekod eləyim, məlumat oxuyum. Tamamlab keçirsin belə. Elə bil əlinə keçirdi, fərqli simvollardan ibarət bir dənə yazı var. X, Y, Z, T, M, Q, nə bilim, S, vur, belə-belə bir yazı var, elə bil. Elə bil, məsəl üçün, getmirsən həkimə, məsəl üçün, resept yazıb həkim. Yəni, bircə dəqiqə elə bax. Məsəl üçün, sonuncu səfər nə vaxt həkimə gedib, həkimin resept yazdığı vərəq oxumusan? Axırıncı dəfə yayda mənim. Yayda. Onların xəttlərini oxuya bilirsən, tam. Həmişə yox, amma bu dəfəkini oxuya bilirdim, Bu bəli. yaxşı həkim düşün. Məsəl üçün, onlar O, HTTPS protokolla göndərir adətən. Açırsan vərəqi, yazılar var, amma yazıları oxuya bilmirsən. Sən bəli. arada API Düzdür. rolunu oynamış kimi bir gedirsən, alırsan bu vərəqi, aparsan aptekdə əczaçıya, deyirsən ki, bunu oxu. O həmin məlumatı deşifr eləyib oxuyub, sən dərmanların adını falan izah eləyir, verirsən. Bəli, bəli. Elə bir bax S protokolda işləmə prinsipi tamamilə belədir. Elə yazılır ki, yoldakı həmin pasiyent baxır məlumata, vərəqə, hər şey əlindədir, amma heç bir şey başa düşə bilmir. Hmm. Gəlir həmin Təhlükəsizlik əczaçıya baxımından verir. burada istifadə Necə? olunur. Təhlükəsizlik baxımından istifadə olunur burada. Hə? Həkimlər də elə bil özləri bilmərəm, bilərəkdən yoxsa bilmərəkdən təhlükəsizlik protokolu istifadə eləmiş olurlar. Həmin bax S hərfi eyni situasiya, təhlükəsizlik protokoludur. Məlumatların şifrələnmiş şəkildə belə deyim də, source yerdən, belə deyim, clientdan serverə. Və yaxud bu şey də ola bilər. Daha doğrusu belə deyim, onsuz da ki, məlumatların işlənməsi bu qayda ilə gedir. Birinci clientdan gedir serverə, o client uyğun həmin müştəriyə gedir. Məsələn, tutaq ki, belə deyim də, sənin əlində olan telefondan, məsələn, sənin əlində olan A məntəqəsi düzdür? B məntəqəsində dostun var, ona mesaj göndərirsən də, düzdürmü? O mesajların hər biri məlumat belində serverdən keçir, ondan sonra gəlir həmin bu nədir bu dostuğa göndərəcəyin telefonla belə də cihazına deyək. Hər bax buradakı istənilən bir mərhələdə şifrələnmiş olur. Şifrələnir, göndərilir yolda, gəlir serverdə deşifr eləyərlər, eləməzlər indi onların özlərinə qalır. Yenidən şifrələnmiş halda bir bu tərəfə göndərilir ki, artıq buradakı cihazı çatandan sonra deşifr olunduğuna görə. Hə, okey, artıq orada problem çıxmır ki, məlumatlar yolda itirirlər, sənə başına nə baş verə bilər və s. və ilə axır.
Qalan dediyimizdə hamısı da, yəni şəbəkə vasitəsilə informasiyalar elektromaqnit dalğalar şəklində ötürülür. Necə ki, bizə gələn bütün belə nə internet olsun, və yaxud məlumat olsun, və yaxud gündəlik istifadə etdiyimiz applicationlar olsun, hər birində məlumatların ötürülməsi sadə halda elektromaqnit dalğalarının bir nöqtədən digər nöqtəyə hərəkəti sayəsində belə deyək də olur. Okay. İndi məsəl üçün sənin belə deyim də aydın oldumu API-lərin işlənməsi, məlumatın ötürülməsi? Bəli, bəli. Okay, bu qaydanı ötürür. Sadəcə bir dənə bax geriyə nə qalır? Həmin o prosesləri reallaşdırmaq. Elə bil bizim əlimizdə olan alətlərdən biri də bizim Microsoft tərəfindən Microsoftun verdiyi AES birində .NET platformasının üzərində qurulan .NET API və yaxud bunun .NET Core API də deyə bilər. İndi Core ehtiyac yoxdur versiyaya görə. Artıq .NET elə desək kifayət. Və API texnologiyasıdır. Və yaxud belə deyək də .NET Framework vasitəsilə API applicationları hazırlaya bilərik. Dil olaraq da istifadə etdiyimiz dil təbii ki də bizim əvvəlcədən məlumatda olduğumuz C# dilidir. Hə, sadəcə əlimizdə olan alətlərdir. Bunların indi bəziləri dediyimiz kimi də, məsəl üçün, bu nə idi? Klass idi, bilirdik. Bu tiplərin bu şəkildə elan olduğunu falan bilirdik. Bu normal bildiyimiz funksiyadır, bunu da bilirdik. Əlavə bir-iki dənə komponent istifadə eləməklə bizim yazdığımız C# elə bil kodlarımız artıq çevrilir bizim API kodlarımıza. Sadəcə doğru yerdə düzgün işarələmələri qoyduq. Ondan sonra yazacağımız əksər kodlar görəcəyik ki, bu normal C#da necə kod yazırdıqsa elə də yazacağıq. Class burada da klassı, tip burada da tipdir, dəyişən burada da dəyişəndir, funksiyadır, operatorlardır, dövr olsun, hesablama olsun, hamısı birəbir eynidir. Yəni arada heç bir fərq olmaz. Təklik sadəcə bu dediyim kimi bu işarələmələr falan əlavə gəlib ki, bu da ehtiyacdandır da. Yəni sənin yazdığın sadə klass bir şəkildə API-yə çevrilməli idi. Və yaxud sadə yazdığın kod API-yə çevrilməli idi. Sonra bu hissələrdən də zaten bilirdik ki, bu başlanma nöqtə. Hə, bu arada biz bunun üstündən deyəsən sürət keçmişdik. Bax bu hissə var ha. Buradakı da normalda biz API-lərimizi varan eləyirdik. Sonra nə edirdik? Bizim üçün qabağımıza dedik ki, paket artıq hazır şəkildə var. Swagger adlanan bu paketdən. O bizim kodlarımızı avtomatik şəkildə oxuyur. O da bilirsən nəyin sayəsində oxuya bilir bizim kodlarımızı? Həmin bax bu atributları. Bax o da bu atributlara dayanıb. Dinamik şəkildə deyirdi vaxtları ki, hansı klassın üstündə belə bir atribut var? Hansı klassın üstündə bax belə bir atribut var? Hansı funksiyanın üstündə bu atribut var? Bu atributların sayəsində tapılır avtomatik. Gedir ondan sonra oxuyur, sənin qarşıva belə indi Swagger özünün nədir? UI interfeysini generasiya edir və sənə də digər tərəfdən kömək olur ki, test eləyə biləsən. Normalda bax məsəl üçün istəsək bax bu faylın içinə də indi baxacağıq. Burdan belə həmin yazdığımız API-ləri test eləyə bilərik. Həmçinin də əlavə proqram təminatı ilə onlardan biri Postman-dir və yaxud Insomnia-dır, onları da göstərəcəm. Həm bundan əlavə olaraq keçən dərsimizdə lap sadə halda necə dedik ki, brauzerin axtarış pəncərəsindən də əgər bizim API-mizi tam şəkildə qeyd edib enter düyməsini klik eləyəndə bizim yazdığımız kodumuza get request-inin göndərilməsi deməkdir. Ondan ekvivalent. Yəni brauzer belə özür sorğu göndərə bilir müstəqil halda. Orada məsəl üçün bizim artıq front kodumuz yox idi. Normalda biz dedik ki, front kodumuz var, backend kodumuz var. Yazdığımız bu arada yazdığımız zaten front kodumuz belə deyim də özlüyündə bir iş görmür də. Onun da altında işi görən əslində brauzerin özüdür. Sadəcə front kodumuz lazımi əmrlər brauzerə ötürür. Deyir ki, mən belə bir şey istəyirəm. Bunu mən üçün elə bil təşkil elə. Brauzer də arxa tərəfdə deyir ki, hə, tamam, URL-im var, falan filan filan şey var, tamam. OK, atır onu həmin backendimizin üstünə. Backendimiz də demişdik ki, IP domen məntiqi ilə işləyir. Domen məntiqinin də var olmasını demişdik ki, IP adreslərinin yadda qalması çox çətin olduğuna görədir. Sonra IP adresimizdə demişdik ki, bizim qlobal şəbəkədə bizim cihazımızı təmsil eləyir. Bura həm bizim əgər veb saytımızı qurmuşuqsa, domenə bağlamışıqsa, bu artıq bizim serverimiz adlanır. Həmçinin də təbii ki, bu qlobal IP bizim öz mobil cihazlarımızın da ola bilər və yaxud notebook'umuzun da ola bilər. Çünki bax
Belə deyim də, qlobal şəbəkəyə çıxmısan, Amerikadakı X adamla məlumat mübadiləsi aparırsan. Telefondan məsəl üçün adicə bir mesaj platformalarından birini istifadə edərək mesajlaşırsan. Bu məlumat bir şəkildə sənə gəlib çıxmalıdır axı. İki insan necə kommunikasiya eləyirdi? A adamı ilə B adamı. Bunlar həm bir-birinin dilini bilirdilər, həm də ki adların vasitəsini istifadə edib məlumat mübadiləsi aparırlar. İndi bax sənin adında burada IP adresi olaraq təmsilcin var. IP adres 1 və IP adres 2. Hə, buradan artıq bilinir ki, belə deyim də, həmin o göndərdiyimiz sadə halda isə elektromaqnit dalğaları hansı IP-dən çıxıb hansı IP-yə gedəcək. Bununla da çox basit. Sənin məlumatın gəldi oturdu bura vəssalam. Təbii ki, indi burada məlumat göndəriləndə əlavə parametrlər də olur deyənə, sənin IP-və uyğun məlumat tamam gəldi, cihazı oturdu, düzdür? İndi cihazın bilməlidir axı sənin hansı proqramla gəlibdi bu məlumat. Həmin o bu məlumatların içində də onunla bağlı bir informasiya olur ki, məsələn, Telegramı aç, ora gəlib, nə bilim, Instagramı aç və yaxud da nəsə də bunları aç, bu qədər. Həmin şeylərlə gəlib tapırlar. Bunlarda belə bir məlumat mübadiləsisi həyata keçirilir. İndi biz danışdığımız prosedur təbii ki, bizə uzun dərə və yaxud uzun keşməkeşli gələ bilər. Lakin ortadakı proses çox-çox sürətli baş verir. Məsələn, adicə biz bilirik də elektromaqnit dalğalarının daşınmasının sürəti nə qədər yüksəkdir. Məsəl üçün, elektrik belə deyim də, fotonların bir nöqtədən digər nöqtəyə hərəkət eləmə sürəti saniyədə 300 min kilometrdə səhv eləmirəmsə. Bir saniyədə, hə, 300 min. Səhv eləmirəmsə eləyidi 300 min kilometr idi. Yəni bu qədər yüksək sürətə düşün və onda 300 min kilometr haradan hara ola bilər? Məncə 300 min kilometr bir 4-5 dəfə yer kürəsini fırlanmağa ekvivalent olmalıdır. 67, 56, 50-60 ekvatorun uzunluğu dəqiq yadımda deyil. Nəysə, amma indi bir saniyə ərzində təsəvvür elə. Sənin mesajın 3-4 dəfə dünya ətrafında fırlana bilər. Yəni bu qədər sürətlidir gedən məlumat prosesi. Okay. Hə, indi dedik ki, məsələn, EPR-ın test eləməsində burada fikir versək. Həmin bax burada da fikir ver. Xüsusilə biz ardıcıllıqla yazırıq. Necə ki, bax burada da yazdığımız zaten koddur, orada da yazdığımız kod. Sadəcə bu faylın içini elə bir ardıcıllıqla doldurmaq lazımdır ki, buradakı prezent prosesimiz işləyəcək. Avtomatik şəkildə yazanda, bax bunun üstünə bu kimi şeylər gəlir. Debug gəlir, send request gəlir. Həmin bizim API-mizi qeyd edirik. Ona URL-lərinə requestimizi bu şey buradan da göndərə biləcəyik. Bunun üçün bir də bax əvvəlcədən biz application'ımızı create eləyəndə seçmişdik ki, default olaraq kontrollerimiz olsun da nə olsun. Orada nümunə kontrolleri yadındadırsa, Waze Forecast deyə nümunə kontroller generasiya olunmuşdu. Ona görə həmin bax bu burada qalıb. İndi biz də bunu özümüzə uyğun olaraq edit eləyib dəyişəcəyik. Nə yazacağıq? Bax, get sorğumuz var, bunu bilirik. Burada avtomatik şəkildə bizə elə deyim, belə deyim də, bu da elə bir aliasdır. Necə ki, IP-nin qarşılığında biz domain yazırdıq falan filan eləyirdik. Düzdür, bunlar bir-birini tanıyırlar. Eyni qayda ilə buradakı yazılışdır. Elə belə deyim də, sadə halda desək, dəyişənimizi necə elan edirdik? Var elan elədik, x elədik. Önəmli buna 5 yazdıq, düzdür. Burada x bizim 5-imizə ekvivalent idi, təmsil edir. Buradakı eyni qaydanın belə bir dəyişən sintaksi var, təyin eləyib həmin bir base URL-imizi götürür. Base də nədir? Biz bu düyməyə vuranda proqramımızın çalışacağı həmin bax bu hissə. Localhost və port. Toplam hissə də bax budur. Ondan sonraki hissəndə normal şəkildə yazacağıq, görəcəyik. İndi gəl buranı təmizləyək. Keçək bizim görən nə API-miz var idi? Bura gələk. Bax bizim API-miz dedik ki, bu şəkildədir. Tamam. Sonra nə istəyirdik? Get numbers'ları çağırmaq istəyiriksə, gəlirik bura. Bu hissə okey. Sonra bax bu hissəni yapışdırırıq. Bir də bizim bu bizə dəqiqə yəni buradan da siləşmiş. Bizim hesabına bu API-mizi göndərəcəyik. Bircə dəqiqə gəl. İndi bizə görən başqa bir şey istəyə verməli. Avoiding response. Bax, hal-hazırda deyək ki, connect olmayıb. Çünki bax, atdığı port budur. Bizim düzün lokal. Application'ımız run-da deyil. Bunun üçün application'ımız təbii ki, run eləməliyik. Dedik ki, run-a vuranda da nə baş verir? Həmin bizim application'ımız qalxır spesifik IP və porta dinləməyə başlayır. Dinləməyə başlayır nə deməkdir? Bura göndərilən məlumatları qəbul eləyəcək.
Çünki bu buranı dinləyir. Bil ki, məsəl üçün, belə deyək də, A şəxsi B şəxsinə şey eləmək istəyir ki, məsəl üçün, belə olur. B şəxsi təyin edilmək üçün birinci nə edirik? Məmməd. Məmməd deyirik. Məmməd çevrilir, baxır bizə. Ondan sonra Məmmədə nə məlumat deyiriksə, gedir Məmmədə çatır. Məmməd də anlayır, ona uyğun cavab qaytarır bizə. Məmmədin adını çağırmayana qədər belə deyim, elə bil Məmməd ayaqda deyil. Məmməddən belə deyim, xəbər kommunikasiya qura bilmirdik. Eyni qayda burada da. Application run edəndən sonra bu həmin porta və IP-yə dinləyici kimi qoşulur. Gözləyir oradan ki, nə məlumat göndərirsə bura mən onu qəbul edeyim. Okey, tamam. Bir dənə də bu bizim send requestimizi təkrardan yoxlayaq. Cavab üçün gözləyirik. Görək no connection could be. Tamam. İndi bir dənə baxaq görək bizim application. Aha, bizə də applicationımız burada asılıb. Bax bizim application görürsən başqa bir portda asılıb. Bu sən başqa bir dənə portu gözləyir. Tamam. Gəl indi bunu söndürək. Hə, burada bax bizim yox bu yox, bax property testi pəncərəmiz. Demişdik ki, burada hələlik bax. Gəl bunu silək. Bu bizə lazım deyil. Konteyner texnologiyasına hələ ki ehtiyacımız yoxdur. Sonra i'simiz qalsın. HTTPs'imiz əslində yoxdur. O da olmasın. Qısa tutaq ki, buranı çevirir. Bax, bu da bizim launch settingdir. Bu nə işə yarayır? Application'ımızı run eləməmişdən qabaq buna bəzi ayarlamalar verə bilirik ki, bu bizim məsələndə, bax, fərz elə, burada fikir ver. Mühit, bu nəyi təyin edir? Mühiti. Mühit nə deməkdir? Biri var, məsəl üçün, sən bu proqramı çalışdırdın, bu sənin üçün harda işləyir? Öz notebookunda, maşında. Bu adlanır lokal mühit. Daha sonra sən layihəni elə bil ki, məsəl üçün, fərz elə bir dənə kod yazmısan. Yazdığın kodu səndən istəyən bir dənə müştərimiz var da, customer var, onun üçün yazmışıq. Ona gedənə qədər birinci öz lokal mühitində kodları yazırsan, işlədirsən, sadə testlər aparırsan, qəşəng, əla, tamam, okeydirsə, sonra bir dənə aralıq mühit var. Ona adətən development mühiti deyirlər də, və yaxud development environment, development mühiti deyir. Həmin mühitə göndərirsən. Burada artıq bu sənin lokalın yox, bir dənə hər hansı bir dediyimiz kimi də serverdə çalışır. Burada müəyyən testlər aparsan, hər şey qaydasındadsa bir neçə nəfər yoxlayır. Əgər razılıq versə, artıq bundan sonra gedir müştərinin mühitinə. Bu adlanır production. Həmin bax bu mühit bax odur. Lokal mühitindir, development mühitindir, production. İndi bu mühitlərə görə sən konfiqurasiya vermək istəsən, həmin bax bunlardan istifadə edəcəyik. Bu nə deməkdir? Necə ki, məsəl üçün if şərt blokundan istifadə edirik, deyirik